Salamlar, vaxtınız xeyir olsun. Bu günləri 2026-cı fevral ayında keçirilən Olimpiada testinin izahına baxacağıq. Yarımfinal mərhələsinin suallarıdır və aşağı yaş qrupu 8-9-cu siniflərin test kitabçasına baxacağıq. Cədvəldə ölkəmizin ərazisində yerləşən müxtəlif məntəqələrə uyğun gələn iqlim diaqramları verilmişdir. Buna əsasən doğru bəndi müəyyən edin. Dərsliklərdə istifadə edilən iqlim diaqramlarıdır. Burada birinci iqlim diaqramında qışı quraq keçən mülayim isti iqlim verilib və bu Zaqatala rayonu üçün verilmiş diaqramdır. İkinci diaqramda yay quraq keçən yağıntı 1402 mm bu Lənkərandır. Üçüncü diaqram isə yağıntılar təxminən bərabər paylanan mülayim isti iqlimdir. Bu Van rayonu üçün verilib. İndi isə doğru bəndləri müəyyən etməliyik. Buna baxaq birinci sütuna. Aid olduğu iqlim tipinə Qax və İsmaildə inzibati rayonlarında rast gəlinir. Bəli, rast gəlinir. Qışı mülayim keçən, qışı quraq keçən mülayim isti iqlimdir. Bu Qaxda və İsmaildə rast gəlinir. Aid olduğu iqlim tipi ölkəmizin 50%-dən çox ərazisində yayılıb. Xeyr, bu yarım səhrə aid olan bir xüsusiyyətdir. Mülayim istiyə yox. Aid olduğu məntəqənin yerləşdiyi inzibati rayonda filiz fayda qazı detektorlarına rast gəlinir. Zaqatala Balakən zonasında polimetal ehtiyatları var. Bəli, rast gəlinir. Bu da doğru olar. Aid olduğu iqlim tipinə Kiçik Qafqaz dağlarında rast gəlinir. Bəli, Kiçik Qafqazda, Böyük Qafqaz dağlarında yay quraq keçən mülayim isti iqlimə rast gəlinir. Aid olduğu məntəqənin yerləşdiyi inzibati rayonda əsasən suvarma əkinçiliyi üstünü təşkil edir. Əgər yay quraqdırsa, burada suvarma əkinçiliyi, yay isti və quraqdırsa, burada suvarma əkinçiliyi üstünü təşkil edər. Aid olduğu iqlim tipinə Böyük Qafqaz dağlarına rast gəlinmir, gəlinir. Bayaq dedik. Baxaq bu iqlim diaqramına. Aid olduğu məntəqənin yerləşdiyi inzibati rayon xarici ölkə ilə həmsərhəddir. Xeyr, Quba rayonunun heç bir xarici ölkə ilə həmsərhəd deyil, sərhədi yoxdur. Aid olduğu məntəqənin yerləşdiyi iqtisadi rayonda yarımsəhra və quruçöl iqlim tipinə rast gəlinir. İqtisadi rayon olaraq bəli rast gəlinir. Samurda və Çuvalığında məsələn yarımsəhra və quruçöldür. Aid olduğu məntəqənin yerləşdiyi iqtisadi rayonda palıd və vərəs meşələri yayılıb, bəli, palıd və vərəs meşələri yayılıb. Doğru götürərik. AC, AB və BC. Baxaq. 1 AC, 2 AB, 3 BC. B variantında cavab B variantındadır. AC, AB, BC, B variantı olar. B variantı olar. Növbəti suala baxaq. Doğru olmayan fikir müəyyən edin. Mali və Seneqal dövlətlərinin dünya okeanı birbaşa çıxışı mövcuddur. Malinin dünya okeanı birbaşa çıxışı yoxdur, Seneqalın var. Yəni bu fikir Maliyə görə səhvdir və bizə doğru olmayan lazımdır deyə götürürük. PI və Rastxafın ucqa nöqtənin yerləşdiyi yarımadalarda ekvatorial hava kütlələri müşahidə edilir. Bəli, hər ikisinin ekvatorial hava kütlələri müşahidə edilir. PI onsuz da ekvatorial iqlim qurşağında yerləşir, Rastxafın isə subekvatorial iqlim qurşağında yerləşir və subekvatorial iqlim qurşağına yayda ekvatorial hava kütlələrində təsir doğru fikirdir, bizə yanlış lazımdır, amma Cənub tropik xətti ilə kəsişən ən böyük adanın əhalisinin əksər hissəsi Niger Kordofan dillərində danışır. Madagaskar adasından söhbət gedir, Cənub xəttini kəsən böyük ada və burada Madaqasillər yaşayır və Madaqasillər Niger Kordofan dil ailəsinə aid deyil. Bu da yanlış fikir deyə götürürük. Reyn çayının mənsəbi yaxınlığındakı əhali sıxlığı Amazon çayının mənsəbi yaxınlığındakı əhali sıxlığının daha çoxdur. Reyn çayının mənsəbi yaxınlığı Niderland götürülür. Mənsəbi hətta Niderlandı götürsək, burada əhali sıxlığı əlbəttə ki, dünyada əhali sıxlığının ən çox olan yerlərindən biridir. Doğru fikirdir, bizə yanlış lazımdır. Son 5 ildə dünya əhalisi ortalama hər il 200 milyon nəfərdən çox artıb. 200 milyondan 5 ilə vursaq, bu edə 1 milyard. Bu da ki, 5 ildə 1 milyard həddən artıq çox edir. Belə bir şey
e, olmaz. Yəni harca çox olar. Yəni çox artmış olar indikindən. Yəni doğru bir şey deyil. Bu da səhvdir deyə götürürük. Xam mal ixracatından yüksək asılılıq iqtisadi riskləri artırır. Xam mal ixracatından yüksək asılılıq. Əlbəttə ki, hər hansı bir nefti olmayan bir ölkə götürək, tutaq ki, o qonşu dövlətlərdən, digər dövlətlərdən neft alır pulu ilə və qonşu dövlət neft satışını dayandırsa, əlbəttə ki, orada iqtisadiyyatı risklidir. Çünki neft asılılığı var axı. Ölkədə neft asılılığı qonşu dövlətlərdən asılı. Satsa, alacaq, satmasalar ala bilməyəcək və bu da iqtisadi riskləri artırır. Doğru fikirdir. Bizə yanlış lazım olduğu üçün 1, 3, 5 doğru cavab kimi götürərik. C variantı. Ölkəmizin iqtisadi rayonları ilə bağlı doğru olmayan fikri müəyyən edin. Bütün iqtisadi rayonlarda inzibati rayon mərkəzi olmayan şəhərlər mövcuddur. İqtisadi rayonlarımızda inzibati rayon mərkəzi olmayan şəhərlər, yəni digər şəhərlər varmı? Bu bütün iqtisadi rayonlara aid deyil. Yəni bu fikir səhvdir. Bizə də səhv lazım deyil. Bunu götürürük. Məsələn, Milmuğanda yoxdur, Şərqi Zəngəzurda yoxdur, Şərq Zaqatalada yoxdur və s. Bunlarda inzibati rayon mərkəzi olmayan şəhər bir də ki, yoxdur. Bir səhvdir. Bütün sözü olmaz. 2. Qarabağ iqtisadi rayonunun yalnız bir inzibati rayonu xarici ölkə ilə həmsərhəddir. Doğru fikri deyə biz götürmürük. Füzuli rayonu, yalnız Füzuli digər xarici ölkə ilə həmsərhəddir. Lənkəran Astara iqtisadi rayonu filiz fayda qazıntı yataqlarına rast gəlinmir. Doğru fikri deyə götürmürük. Lənkəran Astaraya belə bir filiz yatağı qayda qeyd eləməmişik. Ölkəmizin müvafiq olaraq şimal və qərb ucqar nöqtələrində yerləşdiyi iqtisadi rayonlarında həm filiz, həm də qeyri-filiz yataqları ehtiyatları mövcuddur. Şimal Şəki-Zaqatala, qərb isə Naxçıvandır. Bəli, hər ikisində filiz və qeyri-filiz yataqları var. Doğru fikirdir. Şəki-Zaqatalada polmetalı qeyd etmək olar. Bütün iqtisadi rayonlarda qeyri-filiz var. Ən azı biz gil ehtiyatını qeyd edə bilərik ki, bütün iqtisadi coğrafi rayonlarda gil var. Yəni qeyri-filiz var deyə bilərik. Amma bütün iqtisadi coğrafi rayonlarda filiz varmı? Xeyr, bütün iqtisadi coğrafi rayonlarda filiz yoxdur. 4 düzüydü. Şəki-Zaqatala iqtisadi rayonunda şəhərlərin sayı Qazax Tovuz iqtisadi rayonundakı şəhərlərin sayından bərabərdir. Burada bu fikir doğrudur. Doğru deyə götürmürük. Çünki Şəki-Zaqatalada 6 rayon, 6 şəhər var. Qazax Tovuzda 5 rayon, plus bir dənə də Tovuzun tərkibində Qovlar şəhəri var. Yəni burada şəhərlərin sayı bərabər. İnzibati rayonların sayı bərabər olmasa da şəhərlərin sayı bərabərdir. Doğru fikirdir. Gəncə Daşkəsən iqtisadi rayonunda vulkanik suxurlara rast gəlinmir. Xeyr, gəlinir. İntruziv maqmatik suxurlara rast gəlinir. Burada da yanlışdır. Burada cavab 1 və 6 olar. 1 və 6 olar. Bu da 1 və 6, yəni cavab yoxdur. Yəqin ki, ulduz yanan suallardandır. Üçdə cavab 1 və 6. Variant olaraq cavab yoxdur. 4-cü suala baxaq. Materik və okeanlarla bağlı doğru fikir müəyyən edin. Cənubi Amerika materikinin şərq və qərb ucqar nöqtələri cənub yarımkürəsində yerləşir. Bəli, şimal ucqar nöqtəsindən başqa digər ucqar nöqtələr cənub yarımkürəsində yerləşir. Doğru fikirdir. Doğruca götürürük. Avrasiya materikinin ərazisində mövcud olan bütün iqlim qurşaqları tam zolaq təşkil edir. Xeyr, tropik tam zolaq təşkil etmir. Afrikada bütün çayların mənsəbi okean səviyyəsindədir. Xeyr, okean bütün çayların mənsəbi qeyd edə bilmərik. Təsəvvür edək ki, Viktoriya gölünə hər hansısa bir çay tökülür. O çayın əlbəttə ki, mənsəbi dünya okeanına səviyyəsindən yüksək olacaq. Afrikanın ən uzun çayının mənsəbi mülayim işıqlanma qurşağındadır. Tutaq ki, Afrikada Şari çayında qeyd olunur. Məsələn, Çad gölünə tökülür. Bu da dünya okean səviyyəsindən daha yüksəkdir. Afrikanın ən uzun çayının mənsəbi mülayim işıqlanma qurşağında yerləşir.
Bəli, Nil çayı ilə söhbət gedir. Nil çayının mənsəbi Misirdə yerləşir və Aralıq dənizinə tökülür. Mülayim şıqlama qurşağında yerləşir. Yalnız iki materikdə iqlim qurşaqları təkrar olunur. Bu Cənubi Amerika ilə Afrika materikin demək istəyir. Bəli. Şimal Buzlu okeanda orta illik temperatur -30 Selsidir. -30 Selsi yox, daha belə desək, hətta orada müsbətdir. Mənfi deyil orta illik temperaturda, səhvdir. Doğruları qeyd etsək 1, 4, 5 olar. E variantı doğru variantdır. Cədvələ əsasən uyğun xüsusiyyətləri seçin. Tacikistan əhalisinin əksər hissəsi Hind-Avropa dilində danışır. Bəli, Tacikistan Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. Taciklər, bəli, doğru fikirdir. Türkiyə çayları iki okean stoplayıcı hövzəsinə aiddir. Bəli, Dəzlə və Fərat çayı ilə Dəzlə və Fərat çayları İran körfəzinə tökülür. İran körfəzi Hind okeanına aiddir. Digər çaylar isə Atlantik okean hövzəsinə aid olar. Doğrudur, amma sahillərində mövcud olan bütün dənizlər yalnız iki qitə sahillərini yuyur. Aralıq dənizini qeyd edə bilərik ki, Aralıq dənizi 3 qitənin sahilini yuyur. Dedik ki, bütün dənizlər yox, Aralıq dənizi istisnadır ki, 3 qitənin sahilini yuyur. Buna görə bu da səhvdir. Mozambik Zambezi çayının mənsəbi yerləşir, doğrudur. Kamboca Cənub-Şərqi Asiya ölkəsidir. Ərazisinə axan ən uzun çay, ən uzun və ən bol su çay tropik iqlim qurşağında yayıldığı ərazidə axmır. Ərazisindən axan ən uzun və ən bol su çay tropik iqlim qurşağının yayıldığı ərazidən axmır. Bəli, Mekong çayından bəhs edir. Mekong çayı ən uzun və ən bol su çay Mekong çayıdır. O da ki, tropik iqlim qurşağını görmür. Bəli, bu da axmarda isə doğru olar. Axmar deyir. Doğru deyir. Avstriya konstitusiyalı monarxiya idarə sisteminə malikdir. Məhz Avstriya monarxiya deyil. Bu da səhvdir. Avstraliya bir federativ dövlətdir. Boliviya baxaq. Boliviya ərazisinin bir hissəsi Uruqvay ilə eyni şıqlama qurşağında yerləşir. Boliviya cənub tropikindən şimalda yerləşir, yəni tropik şıqlama qurşağında. Uruqvay isə yerləşir cənub tropikindən cənubda mülayim şıqlama qurşağında. Burada bu da səhv olar, yəni heç birisi uyğun gəlmir. Deyir, bir hissəsi eyni şıqlama qurşaqlarında yerləşmir. Cavab olar doğru fikir olaraq 1, 3, 4. E variantı. Növbəti suala baxaq. Doğru fikri müəyyən edin. Qarda və Titkaka göllərinin yerləşdiyi ölkələrin inzibati ərazi quruluşu unitardır. Qarda İtaliyada, Titkaka isə Boliviya və Peru ölkələrində yerləşir və bu üç ölkənin üçü də unitardır. Bəli, doğru fikirdir. Afrika materikinin sahəsinə görə ən böyük gölü olan gölü Şimal dənizinin aid olduğu okean toplayıcı hövzəsinə aiddir. Afrikanın ən böyük gölü Viktoriya gölüdür. Viktoriya gölü də Nil çayının mənbəyidir. Nil çayı da Atlantik okean hövzəsinə aiddir. Bəli, dolayı yolla deyə bilərik ki, Viktoriya gölü də Atlantik okean hövzəsinə aiddir. Şimal dənizi Atlantikdə yerləşir. İkisi də doğru olar. Ölkəmizdə yerləşən Batabat və Qaragöl tektonik mənşəlidir. Batabat uçqun bənddir. Antarktika materikinin başqa digər bütün materiklərdə qırmızı qanun torpaqlara rast gəlinir. Bəli, doğru olar. Qırmızı qanun torpaqlar Antarktikadan başqa bütün materiklərdə rast gəlinir deyə bilərik. Çünki qırmızı qonur subekvatorial iqlimdə savannada yayılıb. Bu da bütün Antarktikadan başqa bütün materiklərdə var. OPEC təşkilatı regional iqtisadi əməkdaşlığın bariz nümunəsidir. Regional deyil, OPEC sahəvi təşkilatdır. Ölkəmizdə dövlət müəssisələrində çalışanların payı özəl müəssisədə çalışanların payından daha çoxdur. Ölkəmizdə dövlət müəssisəsində çalışanların payı daha azdır özələ nisbətən. Özəldə də çalışanların sayı daha çoxdur. Cavab olar 1, 2, 4. Cavab D variantı. Növbəti suala baxaq.
Balkan və Keypiyok yarımadaları üçün uyğun sıranı müəyyən edin. Aiddir və aid deyil. Aiddirlərə baxaq. Birinci, Balkan və Keypiyorka. Keçid iqlim qurşağında yerləşirlər. Hər ikisi keçid iqlim qurşağında yerləşir. Biri Balkan subtropik, Keypiyork subekvatorial. İyun, iyul, avqust aylarında tropik hava kütlələri hakim olur. Balkan yarımadasına subtropikdə, yayda tropik təsir edir. Keypiyork yarımadası isə qışda tropik təsir edir. Çünki Keypiyork cənub subekvatorialdadır. Cənub subekvatorialda qışda, yəni qış fəslində, cənubun qış fəsli iyun, iyul, avqust aylarıdır. O zaman da tropik hava kütlələri təsir edər. Bu da doğru fikirdir. Aid olduğu qitə 2 işıqlama qurşağında yerləşir. Bəli, doğru fikirdir. Avropa 2 işıqlama qurşağında yerləşir. Avstraliyada 2 işıqlama qurşağında yerləşir. Aid olduğu materikin ən uzun sayı daxil axarı sövzəyə aiddir. Xeyr. Aid olduğu materikin, məsələn, Avrasiya materikinin ən uzun sayı hansıdır? Yansızı. Yansızı hara aiddir? Sakit Okean hövzəsinə aiddir. Avstraliyada isə Murray çayı Hind Okean hövzəsinə aiddir. Burası daxil axarı sövzəyə aiddir. Yəni yanlışdır. 2026-cı ili Madagaskar adasına daha tez qarşılayıb. 2026-nı daha tez qarşılayıb Madagaskardan. Hansı olar? Cape York olar, amma Balkan olmaz. Balkan belə deyək ki, Balkan daha meridian cəhətdən baxsaq, Madagaskardan daha soldadır. Buna görə də bu da səhv olar. Gecə və gündüzün adi növbələşməsi pozulmur. Heç birisində gecə və gündüz pozulmur. Çünki heç birisi qütb işıqlama qurşağında yerləşmir. Qütb işıqlama qurşağında pozulur. Bu da doğru fikirdir. İndi isə aid deyilə baxaq. Geosinkronlarda yerləşir. Biraz çıxaq qoyaq, burada müsbət qoyaq. Geosinkronda yerləşir. Biri hə, biri yox. Balkan hə, Cape York yox. Ona görə bir çıxaq qoyaq. Sahillərinə daxili dəniz suları yuyur. Sahilə daxil dəniz suyu biri hə, biri yox. Balkanı hə, Cape Yorku yox. Daha sonra əkinçilik üçün əlverişli təbii şəraitə malikdir. Bəli. Qütb ulduzu görünmür. Qütb ulduzu birində görünür, birində görünmür. Balkanda görünür, Cape Yorkda görünmür. Sahillərində mərcan mənşəli adalar rast gəlinir. Cape Yorkda rast gəlinir mərcan mənşəli adalar. Məsələn, böyük sədrifi oradadır. Amma Balkanda rast gəlinmir. Birində var, birində yox, demək mənə çıxaq qoyaq. Yerləşdiyi materikdə mülayim iqlim qurşağı mövcuddur. Yerləşdiyi materikdə mülayim iqlim qurşağı mövcuddur. Avstraliyada mülayim iqlim qurşağı yoxdur. Buna da bir çıxaq. Buyurun. İndi isə doğrudan doğru aid deyildə mənfi. Hər ikisinə aid olur. Məsələn, burada aid deyildə müsbət olmaz. 3 gedər. Aid deyildə mənfi olmaz. 4, 5 gedər. Qalan variantlarımız 1, 2, 6 olar. Yəni A variantı. Burada 8-ci suala baxaq. Rusiya və Kanada üçün oxşar xüsusiyyətləri müəyyən edin. Yay və qış vaxtları tətbiq edilir. Yay və qış vaxtları tətbiq edilir deyirsə, burada Rusiya bizim dəstəklədə Rusiyanı tətbiq edir kimi verir. Amma Rusiya bunu ləğv edib, hətta 2011-ci ildən ləğv edib. Sadəcə dəstəklərdə tam dəyişiklik edilməyib. Yəni Rusiyada bu deyək ki, tətbiq edilmir. Artıq tətbiq edilmir. Çoxdan bu ləğv olunub. Sadəcə bizim dəstəklərdə tam əksini tapmayıb. Olimpiada sualı olduğu üçün bəzən görürsən ki, dəstəkdən çıxa bilirlər kənara. Kanadada bu xüsusiyyəti də qeyd edilmir ki, Kanadada da tətbiq edilmir deyə bilərik. Dəstəkdəki xəritəyə fikir verirsək, orada xəritəyə baxsaq, Sovet mirəmsə 9-cu sinifdə verilib. Kanadanın müəyyən bir şəhərlərində deyək ki, tətbiq edilir. Yəni xəritə olaraq
görsədir. Amma yəni Rusiyanı hal-hazırki vəziyyətə görə biz e, baxsaq, Rusiyada tətbiq edilmir bu gecə, yay və qış vaxtları. E, yəni bu sualda belə deyək ki, bu cümlədə reallığa əsaslanırlar. Hazırki vəziyyətə görə yəqin Rusiya ilə təzəcə əlaqə yaradıblar. Ona görə də təzə məlumatlar olub ki, yay və qış vaxtı tətbiq edilmir orada. Yəni bu sual bu səhvdir. Sahillərini Çukot dənizi yuyur. Sahillərini Çukot dənizi yuyur. E, Rusiyanı yuyur, Kanadanı yumur. E, Kanadanı yumur. ABŞ versəydi ABŞ yuyardı. Çukot dənizi çünki ABŞ və Rusiyanın sahillərini yuyur. Ərazisindən fəaliyyətdə olan vulkanlara rast gəlinir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Rusiyada rast gəlinir. Məsələn, Kamçatka yarımadasında Kliapçı vulkanı. Kanadada vulkan adı deməyəcəm. Çünki dəstəklərdə Kanadaya düşən vulkan verilmir. Amma Givsinkanada yerləşən ərazilər var. Vulkan belə aktiv vulkan işarəsi verilib, amma adı verilməyib. Yəqin ki, aktiv vulkan var orada. İşarəsi verilsə deməli var. Ərazisindən axan ən uzun çayın mənbəyi mülayim şüklama qurşağında yerləşir. Yukon çayının mənbəyi əlbəttə ki, mülayim şüklama qurşağında yerləşir. Kanadaya aiddir. Rusiyada da Ob çayını qeyd edə bilərək ki, bəli, Ob da mənbəyi mülayim şüklama qurşağında. Yerləşdiyi materikin şimal və şərq ucqar nöqtələri ərazilərində yerləşir. Bəli, Rusiya yerləşir Avrasiyada. Avrasiyanın şimal ucqar nöqtəsi və şərq ucqar nöqtəsi Rusiyadadır. Kanada yerləşir Şimali Amerikada. Şimali Amerikanın şimal və şərq ucqar nöqtələri elə Kanada ölkəsində yerləşir. Şərq hissəsində Mezoz erasında yaranmış dağlar mövcuddur. Bu fikri Rusiyaya qeyd edə bilərəm, Rusiyaya. Amma Kanadaya qeyd edə bilmərəm. Kanadaya qeyd edə bilmərəm. Kanadada burada şərq yox, qərb yazsaydı o doğru olardı qərb hissəsində. Yəni 6 səhvdir. Hər ikisində mezoid qırışıqlığı var, yaranmış dağlar var, amma Kanadanın qərbindədir, şərqində deyil. 6 səhv olar. Cavabımız 3, 4, 5 olar. B variant. Növbəti suala baxaq. Doğru fikir istəyir bizdən. Bütün saat qurşaqlarına yerləşən materikdə zəlzələ baş vermir. Bütün saat qurşaqları, yəni bütün meridianlarla kəsişən materik, bu Antarktika materikidir. Antarktika materikinə deyir ki, zəlzələ baş vermir. Antarktika materikində Alp qırışıqlığına aid olan ərazilər var. Yəni, geosinkronal ərazilər var. Bu səbəbdən zəlzələ baş verə bilər. Bir səhvdir. Günəşin zenitdə olduğu bütün materiklərdə yarpaqlı həmişəyaşıl meşələr və kolluqlar təbii zonasına rast gəlinir. Bu günəşin zenitdə olduğu bütün materiklərdə rast gəlinir. Amma günəşin zenitdə olduğu ərazilərdə rast gəlinmir. Materik deyilsə, bəli, götürmək olar. Günəşin zenitdə olduğu materiklər Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Avstraliya, Afrika kimi materiklərdə hamısında zolaq yarpaqlı meşə və kolluqlar var. Doğrudur. Yenə deyirəm, günəşin zenitdə olduğu ərazilərdə zolaq yarpaqlı həmişəyaşıl meşələr yoxdur. Amma materiklərində var. 2 düzdür. Burada da materiklər deyir. Sinoptik xəritələrdə izobar və izotermlər əsas göstərici kimi təqdim edilir. İzobar tezlikdir, izoterm isə temperaturdur. Bəli, sinoptik xəritələrdə ilə bunlar qeyd olunur. Hind okeanının şimal yarımkərəsində yerləşən hissəsində daimi passat okean cərəyanı mövcuddur. Hind okeanının şimalında musson cərəyanı var. Orada passat cərəyanı yoxdur. Luara çayının axdığı ölkə böyük ciddilik qrupuna daxildir. Luara yerləşir Fransa ölkəsində. Fransadır, Biskay körfəzinə tökülür. Böyük ciddilik qrupuna daxil deyildir. Halbuki Fransa daxildir. Bu da səhvdir. Nigeriyada hər 1000 nəfərə düşən təbii artım Çindəkindən çoxdur. Bəli, Çin çünki demoqrafik siyasət yürüdür, əhalinin təbii artımının azalmasına qarşı və bunu da demək olar ki, nail olan ölkələrdən sayılır, demək olar ki, çünki bu dəqiqə Çin bu siyasəti yürüdür.
Nigeriya isə siyasət yürütmür. Nigeriyada təbii artım daha çoxdur. Yəni 1000 nəfərə düşən təbii artım daha çoxdur. Yəni doğru fikirdir. 2, 3, 6 doğrudur. 2, 3, 6. 2, 3, 6 C variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu götürəcəyin, yanlışdan yanlışı. Şimali Amerika materikində dövlət sərhədi boyunca axan ən uzun çayın toplayıcı hövzəsi bir işıqlama qurşağında yerləşir. Burada söhbət Meksika və ABŞ-ın arasından axan e, bu Rio Grande çayından söhbət gedir. Ən uzun çayın toplayıcı hövzəsi bir işıqlama qurşağında yerləşir. Bəli, yalnız mülayimdə yerləşir, tropik kəsmir onu. Kolorado çayı üzərində yerləşən Grand Coulee ABŞ-da ən böyük SES-dir. Grand Coulee ABŞ-da ən böyük SES-dir, amma Kolorado çayı üzərində yerləşmir. Kolumbiya çayı üzərində yerləşir. Yəni 2 səhvdir. 2-ni götürməliyik. Şərqi Avropada AES qəzasından, atom elektrik stansiyasının, yəni baş verən qəzasının baş verdiyi ölkənin sahillərini 2 dənə sular yuyur. AES qəzası Şərqi Avropada, Ukraynada baş verib. Ukraynanın sahillərini bəli 2 dəniz suları yuyur. Hansı dənizlərdir? Qara dəniz və Azov dənizlərini götürə bilərik. Doğrudur. 3 də doğrudur. Doğrudan 1 və 3-ü götürdük. Yanlışdan isə yanlış götürməliyik. Baxaq. Subduksiya zonasında orta okean silsilələri yaranır. Subduksiya zonasında orta okean silsilələri yaranmaz. Orta okean silsilələri divergent sərhəddə yaranır. Orizaba və Cotopaxi fəaliyyətdə olan vulkanlardır. Bəli, Orizaba və Cotopaxi fəaliyyətdə olan vulkanlardır. Orizaba Meksika, Cotopaxi isə Ekvator ölkəsində yerləşir və fəaliyyətdədirlər. Azor adaları Portuqaliya ölkəsinə məxsusdur. Bu da düzgün fikirdir. Doğrudan doğru 1, 3, yanlışdan da yanlış götürsək 4-ü götürmüş olaraq 1, 3, 4 doğru cavabımız olar D variantı. Növbəti sualımız iceberglər haqqında doğru fikri müəyyən edin. Okean sularının donması nəticəsində yaranır. Okean suyunun donması nəticəsində yaranmır. Sadəcə materik quru hissədən materik ola bilər, ada ola bilər. Quru hissədən qopan buz kütlələri okeana belə düşür və ona iceberglər deyilir. Bir də ki, okean suyu nə qədər dona bilər ki, o qırılıb icebergə çevrilsin? Xeyr, yəni quru qütbündə, şimal buzlu okeanda yerləşən adalarda, məsələn, burada məsələn Grenlandiyası olsun, Spitsbergen olsun, məsələn, oradan qopan buz kütlələri iceberglər yaradır. Okean suyunun donması yox. Xeyr, bir səhv olar. Qurudan qopan buzlar olardı. Okeana daxil olduğu zaman təqribən 90% suyun altında olur. Bu da doğru fikirdir. Icebergin böyük bir hissəsi suyun altında olur. Dəniz nəqliyyatı üçün riskdir. Bəli, əlbəttə ki, riskdir. Titanic filminə yəqin ki baxmışıq və orada elə yəni şunlardan da şahidik ki, iceberglər dəniz nəqliyyatı üçün riskdir. Yalnız Antarktika materiki və Grenlandiya adasında buzlaqlardan formalaşır. Yalnız Antarktika və Grenlandiya olmaz. Məsələn, biz bayaq da adını çəkdim. Məsələn üçün Spitsbergen kimi qütb işıqlama qurşağında yerləşən bir çox adada bu ola bilər, qopa bilər. Bu da yalnız söhbətinə görə səhvdir. Yalnız qütb işıqlama qurşağında yaranır. Xeyr, mülayim işıqlama qurşağında da yarana bilir. Məsələn, Antarktika yarımadası, Grenlandiya adasının bir hissəsində, yəni mülayim işıqlama qurşağına düşən hissələrində buz qopa bilər həmən quru hissədən. O da iceberg şəklində okeana düşə bilər. Bu da yanlış söhbətinə görə səhvdir. 2-3. Cavabımız 2-3 E variantıdır. Növbəti suala baxaq. A təbii zonası Arximед yarımadasında yayılıb. Arximед yarımadası Avstraliyadadır və orada yayılıb savanna.
B təbii zonası isə Avstraliya materikinin ucqar cənub-qərb hissəsinə yayılıb. Avstraliya ucqar cənub-qərb hissəsi codyarpaqlı həmişəyaşıl meşələr və kolluqlardır. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlardır. Belə bu şəklində baxaq xüsusiyyətlərə. Doğrudan doğrunu götürəcəyin, yanlışdan yanlış götürəcəyin. Əlbəttə ki, A təbii zonasına baxırıq indi. Əkinçilik üçün əlverişli təbii şəraitə malikdir. Bəli, codyarpaq meşə və kolluqlar əkinçilik üçün əlverişlidir. Savannada həmçinin bunu qeyd edə bilərik. Misir ərazisində rast gəlinir. Misir ərazisində rast gəlinməz. Bizim böyük bir hissəsi səhradır. Burada savannadan söhbət gedir. Savannada da, yəni əkinçilik üçün əlverişli təbii zonasıdır. A təbii zonasına baxırıq. Misirdə savanna yoxdur, xeyr. Antarktikadan başqa bütün materiklərdə rast gəlinir. Doğrudur, Antarktikadan başqa bütün materiklərdə rast gəlinir savannaya. Yanlışlara baxaq, yanlışdan yanlış götürək. Yalnız günəşin zenitdə olduğu ərazidə yayılıb. Məsəl üçün, Avstraliya materikində mülayim işıqlama qurşağında da savannayanı görə bilərik. Bu da səhv fikirdir. Somali yarımadasında yayılıb. Bəli, Somali yarımadasında savanna yayılıb. Doğrudur. Rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilərdə yayılıb. Bu da doğrudur. Savannanın rütubətlənmə əmsalı vahiddən kiçikdir. 0,8 götürülür. Doğrudan doğru 1, 3, yanlışdan yanlış 4. 1, 3, 4. İndi isə B təbii zonasına baxırıq. Codyarpaqlı meşə və kolluqlar təbii zonasına baxırıq. Görək. Torpaq tipi əlbəttə ki, qəhvəyidir. 1 doğrudur. 1-i götürərik. Doğrudan doğrunu, yanlışdan yanlış götürürük. 2 iqlim qurşağında mövcud olduğu ərazilərdə yayılıb. Xeyr, codyarpaqlı meşə və kolluqlar yalnız subtropik iqlim qurşağı daxilində görə bilərik. Subtropikin 2 tipində rast gəlinir. Aralıq dənizində və bərabər rütubətlisində. Amma 2 iqlim qurşağında rast gəlinmir. Yalnız subtropikə rast gəlinir. 2 səhvdir. Həm günəşin zenitdə olduğu, həm də olmadığı ərazilərdə yayılıb. Günəşin zenitdə olduğu ərazidə heç birində zodyarpaqlı meşə kolluqlara rast gəlinməz. 3-də olmaz. Rütubətlənmə misalının vahiddən kiçik olduğu ərazilərdə yayılıb. Doğrudur, vahiddən kiçikdir burada. Madagaskar adasında yayılıb. Zodyarpaqlı mı? Xeyr, Madagaskar adasında yayılmayıb. Yağıntılar əsasən ilin isti dövründə düşür. Xeyr, ilin isti dövrü yox, ilin soyuq dövründə düşür. Burada əsasən Aralıq dənizi iqlim tipində deyirik ki, Aralıq dənizində yerləşir bu zodyarpaqlı meşə və kolluqlar və Aralıq dənizində yağıntılar ilin soyuq dövründə düşür. Doğrudan doğru 1-dir, yanlışdan yanlış isə 5 və 6-dır. Yəni 1, 5, 6. Belə bir cavabımız var mı? 1, 3, 4. 1, 5, 6, 1, 3, 4, 1, 5, 6 C variantında olar. Növbəti suala baxaq. 13. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Kür çay üçün verilib, doğru Kür çay üçün doğru fikirlər götürürük, Araz çay üçün də doğru fikirləri götürürük. Qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Araz çayında yeraltı sular üstünlük təşkil edir. Kür çayında isə qar və buzlaq suları üstünlük təşkil edir. Yəni bir səhvdir. Kürdə əsasən qar və buzlaq suları üstünlük təşkil edir. Ölkəmizin ərazisində sahilləri boyu yalnız bir iqlim tipinə rast gəlinir. Ölkəmizin ərazisində deyir. Bəli, ölkəmizin ərazisi Kür ancaq yarımsəhra və quru çöl iqlimindən keçir. Doğrudur, götürərik. Tovuz, Zərdab və Sabirabad inzibat rayonları hər iki sahilində yerləşir. Rayonlar hər iki sahilində yerləşir. Xeyr, deyir ki, bu rayonlar Kürün hər iki sahilində yerləşir. Xeyr, Zərdabın bir sahilində yerləşir. Zərdabla sərhəddir. Zərdabın ortasından və yaxud da hər hansı bir yəni keçmir də, Zərdabı iki yerə bölmür bu say ki, Zərdabın iki sahilində yerləşir. Yalnız Zərdab Kürün sol sahilində yerləşir. Yəni 3-də səhv olar.
Böyük Alagöl və Batabat gölləri stoplayıcı hövzəsində yerləşir. Böyük Alagöl və Batabat. Batabatın Naxçıvan çayı başlayır. Böyük Alagöldə bəli, Kür çay hövzəsinə aiddir. Üzərindəki ən böyük su anbarından yalnız elektrik enerjisini əldə etmək üçün istifadə edir. Üzərində ən böyük su elektrik su anbarı Mingəçevir su anbarıdır və Mingəçevir su anbarı tək elektrik enerjisi üçün fəaliyyət göstərmir. Orada o müəyyən su kanalları vasitəsilə müəyyən ərazilərin suvarılmasında, turizm məqsədi ilə və sair istifadə oluna bilər, idman yarışları falan. 5 də səhv oldu. Həm sağ, həm də sol sahilində axmaz mənşəli göllər mövcuddur. Solda Hacıqabul deyə bilərik, sağında Ağgöl, Sarısu kimi gölləri qeyd edə bilərik. Yəni bu 6 düzdür, 6 düzdür. Bunu sıxaq qoymayaq. Burada cavab Kürə götürərik. 2, 4, 6. 2, 4, 6. İndi isə Araz çayına baxaq. 4 iqtisadi rayon ərazisindən axır. Hansılardan başlayıb baxaq. Naxçıvandan keçir. Şərqi Zəngəzurdan keçir. 2 oldu. Şərqi Zəngəzurdan keçdi. Füzulidən keçirsə deməli Qarabağ Sazorov rayonundan keçmiş sayılar 3 oldu. Mil Muğamdan keçir 4 oldu və Sabirabad rayonunda Araza Kürə tökülür. 4 Sazorov rayonuna keçir. Bəli, doğrudur. Qidalanmasına qar və buzlaq suları üstünlük təşkil edir. Xeyr, yeraltı suları üstünlük təşkil edir. Mənsəbinin mütləq hündürlüyü okean səviyyəsindən aşağıdadır. Mənsəbi -11 metrdir. Kürə töküldüyü yer Sabirabad rayonunda -11 metr. Bəli, okean səviyyəsindən aşağıdadır, doğrudur. Həkəri və Qarqar çaylarının mənsəbidir. Həkərinin Qarqar amma Kürə tökülür, bu da səhvdir. Mənbəyinin yerləşdiyi ölkənin sahillərində tayqa təbii zonasına rast gəlinir. Mənbəyi yerləşir Türkiyədə, Kür və Arazın əksisi Türkiyədədir və Türkiyədə tayqa ola bilməz. Keçdiyi ölkələrdən birinin sərhəddini Hind okeanı suları yuyur. Bu da İranı nəzərdə götürür. Bəli, İranın sərhəddini sahillərini İran körfəzi yuyur. İran körfəzi də Hind okeanı hövzəsinə aiddir. Burada isə 1, 3, 6-nı götürək. 2, 4, 6, 1, 3, 6, 2, 4, 6, 1, 3, 6 A variantı olar. Növbəti suala baxaq. Növbəti sualda maraqlı suallardandır. A dənizi 2 materikin sahillərini yuyur. A dənizi 2 materikin sahillərini yürüb, bu dənizin yerləşdiyi okeana tökülən ən uzun çayın mənsəbi və mənbəyi eyni şıqlama qurşağında yerləşir. Bu dəniz boğaz vasitəsilə dünyanın ən kiçik okeanı ilə su əlaqəsinə malikdir. Malikdir. Bu da dünyanın ən kiçik okeanı Şimal Buzlu okeanıdır. Şimal Buzlu okeanına fikir etsək ki, hansı dənizin boğaz vasitəsilə əlaqəsi var? Məsələn, götürə bilərik Bering boğazı. Ağla gələn iki dənizdən biri Bering dənizidir. A dənizi. Bering dənizi boğaz vasitəsilə, Bering boğaz vasitəsilə bəli, sakit Şimal Buzlu okeana çıxışı var. Və Bering dənizi sakit okeana aiddir və sakit okeana da tökülən ən uzun çay Yansızı çayıdır. Yansızının mənbəyi də, mənsəbi də bəli, eyni işıqlanma qurşağında, mülayim işıqlanma qurşağında yerləşir. Bering olar, Bering olar. B dənizinə baxaq. B dənizinə baxaq indi. B dənizi 2 dənəz sahillərini yuyur. Ağlıma bir çox dəniz gəldi. Qırmızı dəniz, Aralıq dənizi. Yox, Aralıq 3 dənəz sahillərini yuyur. Qırmızı dəniz, Qara dəniz, Azov dənizi. Yenə baxaq. Bu dənizə tökülən ən uzun çay qitənin ən uzun ikinci çayıdır. Məsələn, Qırmızı dənizdə biz hər hansı bir böyük bir çay tökülmür. Sahilləri səhra, yarım səhradır. Qara dənizə Azovda tökülür, Qara dənizi tökülür. Azov tökülən Don çayıdır. Don çayı qitənin ikinci ən uzun çayı deyil. Qitənin ən uzun çayı deyil. Qara dənizə Dunay çayı tökülür. Dunay çayı isə qitənin ikinci ən uzun çayıdır. Volqadan sonra, bəli. Deməli, ikinci dənizimiz Qara dənizdir. Qara dəniz. Qara dənizdir.
A dənizin, yəni Berik dənizinin aid olan xüsusiyyətləri baxaq. Doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Donmaya məruz qalmır. Xeyr, donan hissələri var qışda. Üç yarımkürədə yerləşir. Bəli, üç yarımkürədə yerləşir. 180 dərəcəlik meridian kəsir. Coğrafi mövqeyinə görə kənar dənizdir. Bəli, kənar dənizdir. Yanlışdan yanlışı götürməliyik indi. Bu dənizə tökülən ən uzun çay, Yukon çayından gedir söhbət. İki ölkə ərazisindən axır, ərazisindən axır. Bəli, ABŞ və Kanadanın ərazisindən axır. Doğrudur. Sahillərini yuduğu materiklərin bir-biri ilə quru sərhədləri mövcuddur. Xeyr, boğaz vasitəsilə. Dedik axı, boğazla ayrılır. Beyin boğazı ilə ayrılır. Quru əlaqəsi yoxdur. Səhvdir. Gecə və gündüzün adi növbələşməsi pozulmur. Bəli, pozulmur. Çünki Bering dənizi tamamilə mülayim şıxlama qurşağında yerləşir. Doğrudan doğrunu götürsək, 2, 3, yanlışdan yanlış 5. Yəni burada oldu 2, 3, 5. Sonrasına baxaq, B dənizinə baxaq. B dənizində isə doğrudan doğru götürək, yanlışdan da yanlış. Coğrafi mövqeyinə görə daxil dənizdir. Qaradəniz bəli daxili dənizdir. Bunu götürək, doğrudur. Doğru da verilib. Sahillərində yalnız unitar inzibati ərazi quruluşuna malik dövlət yerləşir. Sahillərindən federativ dövlət yürümü Qaradənizin? Bəli, yürür. Rusiyanı qeyd eləmək olar ki, Rusiya federativdir və Qaradənizə çıxışı var. 2 səhv olar. Sahillərində fəaliyyətdə olan maqmatik vulkanlara rast gəlinir. Qaradənizin sahilində hər hansı bir vulkan qeyd etməmişik. Bu da yanlış olar. Orta duzlu 42 promil deyil. Bəli, doğrudur, deyil. 42 promildən azdır. 2 işıqlanma qurşağında yerləşir. 2 işıqlanma qurşağında yerləşmiş. 2 işıqlanma qurşağında yerləşməsi üçün Qaradənizin tropik xətt kəsmir. Nə də ki, qütb dairəsi kəsmir. Yəni ona görə bir işıqlanma qurşağı yalnız mülayimdə yerləşir. 5 səhvdir. Yəni 5-i götürərik. Sahillərin yuduğu qitənin bütün ucqar nöqtələri şimal və şərq yarımkürəsində yerləşir. 2 qitənin sahillərini yuyur. Asiya və Avropa. Asiya və Avropanın, Asiyanın şərq ucqar nöqtəsi qərbdə yerləşir. Avropanın da qərb ucqar nöqtəsi qərbdə yerləşir. Bura şimal, şərq və qərb yazsaydılar və qərbi də yazsaydılar, doğru oldu. Qərbi yazmadıqları üçün bu da səhvdir. Çünki burada bütün ucqar nöqtələri deyir. Yəni bu da səhv olduğu üçün səhvləri biz götürürük. Yanlışdan. Doğrudan bir dənə 1. Doğrudan bir dənə 1. Yanlışdan isə 5 və 6-ını götürürük. 5 və 6. Bu da cavablara baxsaq. Cavab olar 2, 3, 5. 2, 3, 5 və 1, 5, 6. E variantı olar. 2, 3, 5, 1, 5, 6. Növbəti suala baxaq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Uyğunluq istəyir bizdən. Yəni bu işarələnmiş sual işarəsi olan yerə oxşar xüsusiyyətlərini götürməliyik. Şimali Amerika materiki, Cənubi Amerika materikinin oxşar xüsusiyyətlərini. Dağ buzlaqlarına rast gələn hər ikisində bəli, yüksək dağlıq ərazilər var. Dağ buzlaqlarına rast gələn sahillərini üç okean suları yuyur. Şimal buzluğunu Cənubi Amerikanı isə yox. Cənub ucqar nöqtəsində günəş zenitdə olmur. Olmur deyilsə, bu Cənubi Amerikaya aiddir. Amma Şimali Amerikanın cənub ucqar nöqtəsində günəş zenitdə olur. Hər ikisinə oxşar xüsusiyyət deyil deyə bunu da götürmürəm. Sahillərini yalnız sakit okean suları yuduğu ölkələr mövcuddur. Yəni bu materiklərdə hansı elə bir ölkə var ki, o ölkənin yalnız sakit okean yuyur sahilin. Yəni başqa okean yumur. Belə bir ölkə var. Şimali Amerikada da var, Cənubi Amerikada da var.
Şimali Amerikada götürərəm məsəl üçün, Salvadoru götürək. Salvador ölkəsini yalnız Saç-Tökən yuyur suları, sahilləri. Cənubi Amerikada isə bu ölkə Ekvador ölkəsini götürərəm ki, Ekvador ölkəsi yalnız e, Saç-Tökən yuyur sahillərini. Digər okeanlara əlaqəsi yoxdur. Bu da doğrudur. Yerləşdiyi litosfer tavası Afrika litosfer tavası ilə həmsərhəd deyil. Xeyr, həmsərhəddir. Həmsərhəddir. Federativ inzibati ərazi quruluşuna malik ölkələr mövcuddur. Bəli, hər iki materikdə federativ inzibati ərazi quruluşuna malik ölkələr var. Şimali Amerikada ABŞ, Kanada, Meksika, Cənubi Amerikada Venezuela, Braziliya, Argentina kimi dövlətləri qeyd edə bilərik. Bu da doğrudur. 1, 4, 6 əksinə oxşardır. 1, 4, 6 B variantı. B variantı olar. Növbəti suala baxaq. 16-cı suala baxırıq. 16-da deyir ki, A məntəqəsinin atmosfer təzyiqi 570 mm cıva sütunudur. A məntəqəsi atmosfer təzyiqi 570 mm cıva sütunudur. A-da, yəni bu da 570 mm cıva sütunudur. A və B məntəqələr arasındakı temperatur fərqinin 8,4 təşkil etdiyini nəzərə alaraq 8,4 Selsi təşkil etdiyini nəzərə alaraq B məntəqəsinin mütləq hündürlüyünü müəyyən edin. Nəzərə alın ki, dəniz səviyyəsində təzyiq normaldır. A ilə B arasında neçə dərəcə temperatur fərqi var? 8,4 Selsi temperatur fərqi var. Hündürə doğru temperatur necə dəyişir? 1000 metrdə 6 Selsi. Yəni 1000 metrdə 6 Selsidirsə, x metrdə 8,4 edək ki, Selsidir. Buradan x-i tapsaq, x edər 1400. X elədi 1400 metr. X-imiz 1400 metrdir. Yəni A ilə B arasında 1400 metr fərq var. 1400 metr fərq varsa, atmosfer təzyiqi olaraq nə qədər fərq var? Atmosfer təzyiqimizdə 1 mm cıva sütunumuz 10 metrdir. Yəni bir sözlə 1400 metrdəki x bulan x-imizdə atmosfer təzyiqi olaraq 140-dır. Yəni 140 mm cıva sütunu B-də atmosfer təzyiqi daha azdır. Onda 570-dən 570-dən çıxsaq, həmin bu 140-ı 570 A məntəqəsində də atmosfer təzyiqi. İndi B məntəqəsindəki atmosfer təzyiqi tapmaq üçün bunların arasındakı atmosfer təzyiq fərqini çıxırıq. 0, 3, 4. Deməli, B məntəqəsinin atmosfer təzyiqi nə qədərdir? 430 mm cıva sütunu. Deyir ki, nəzərə alın ki, dəniz səviyyəsində təzyiq normaldır. Dəniz səviyyəsində təzyiq, yəni okean səviyyəsində bizə də mütləq hündürlük hardan hesablanır? Dəniz və okeandan hesablanır da mütləq hündürlük okean səviyyəsindən. Yəni okean səviyyəsində təzyiq normal 760-dırsa, B-də də təzyiq nə qədər? 430. Bunun təzyiq fərqi nə qədər edir? 430 bundan çıxsaq 330 fərq yaranır. 330 cıva sütunu fərq yaranır. 330-u da yenidən metrə çevirsək, bu təzyiqi metrə çevirsək, o da eləyir 3330. 3330 metr mütləq hündürlüyü olmuş sayılır. B məntəqəsində. Növbəti suala baxaq. Yenə Euler-Venn diaqramı verilib.
İl-Venn diaqramına görə Tərtər çayı, Həkəri çayı, Qanıq çayı verilib və Tərtərlə Həkərin oxşar xüsusiyyəti, Qanıqla Həkəri bu şəkildə verilib. İndi baxaq. Mənbəyini Kiçik Qafqaz dağlarına götürür. Kiçik Qafqaz dağlarına hansı başlayır? Tərtər başlayır, Həkəri başlayır, Qanıqa amma deyə bilmərəm. A birə aiddir. Kür çayının qoludur. Kür çayının qolu Tərtərdir, Qanıqdır. Həkəri Arazın qoludur. Bunu hara yazarıq? 2-yə. Mənsəbində mülayim isti iqlim tipi yayılıb. Heç birisində mülayim isti deyil. Hamısının mənsəbi yarım səhiyyəyə düşür. Keçdiyi inzibati rayonlardan ən azından biri 2 ölkə ilə həmsərhəddir. Ən az biri 2 ölkə ilə həmsərhəd olsun. Keçdiyi rayonlardan. Məsələn, Həkəri keçdiyi rayon, məsələn, Zəngilan 2 rayondan həmsərhəddir. 2 ölkə ilə həmsərhəddir. Zəngilan Erməni və İranla, Ermənistan və İranla həmsərhəddir. Həkəri keçdiyi rayon. Qanıqdakı Zaqatala, Balakən, bəli, Gürcüstan və Rusiya ilə sərhəddir. Bu D-ni hara aid eləyərik? D-ni 3-ə aid eləyərik. Qolları xarici ölkələrdən yerləşir. Qolları xarici ölkədə yerləşən Həkərinin qolu olan Bərgüşad qolunu qeyd edə bilərik. Qanığın da bir çox qolu vardır ki, Gürcüstandan qollar qəbul edir. Yəni Qanığı da aid edə bilərəm. Amma Tərtərə bu eyni deyə bilmərəm ki, qollar xarici ölkədən yerləşir. Eyni bura aid edirəm 3-ə. Həkərindən Qanığın oxşarlığına. Bu cavab varmı? 1A, 2B, 1A, 2B, üst D. D variantı olar. Növbəti suala baxaq. Növbəti sualımız 18-ci sualdır. 18-ci suala baxaq. Doğru müəyyən edin. İqlim diaqramının aid olduğu məntəqənin mövcud olduğu şəhər geosinkronda yerləşir. Şəhər geosinkronda yerləşir. Və böyük yeddilik qrupunun üzv olan ölkələrin paytaxtıdır. Ölkənin paytaxtıdır. Böyük yeddiliyə üzv olan hansı ölkəmiz var? ABŞ, Kanada, Almaniya, deyə bilərik, İtaliya, Almaniya, İtaliya, Fransa, İngiltərə, daha sonra 3-6 bir də Yaponiyanı qeyd edərik. Böyük yeddilik bu ölkələrdir. İndi baxaq görək bu diaqram hansı ölkənin paytaxtına aiddir. Deyək ki, bu ölkənin paytaxtı bu şəhər geosinkronda yerləşir. ABŞ-ın paytaxtı geosinkronda deyil, Kanadanın paytaxtı geosinkronda deyil, Almaniyanın paytaxtı geosinkronda deyil, İtaliyanın paytaxtı Roma geosinkrondadır, Fransanın paytaxtı geosinkronda Paris deyil, İngiltərənin paytaxtı geosinkronda deyil, Yaponiyanın paytaxtı geosinkrondadır. Qaldı 2 dənə. İtaliya və Yaponiya qaldı. İtaliya və Yaponiya. İndi digər xüsusiyyətlərə baxaq. İndi isə iqlim diaqramına baxaq. İqlim diaqramı nə deyir? İtaliya yerləşir Aralıq dənizi, subtropikin Aralıq dənizinin iqlim tipində. Yaponiya yerləşir musson iqlimində. Subtropikin mussonunda. Tokyo şəhəri belə deyək. Və bura baxıram ki, yağıntı qışda az yağıb. Aralıq dənizində yağıntı nə vaxt yağıb? Yağır daha çox qışda. Deməli, İtaliya gedədir. İtaliya Aralıq dənizində, Aralıq dənizi iqlim tipində. Deməli, İtaliyada olmaz. Yerdə qaldı Yaponiyanın paytaxtı Tokyo şəhəri. Bəli, tapdıq. Bunları silək. Yaponiyanın paytaxtı Tokyo şəhəridir. İqlim diaqramı Tokyoya aiddir. Yaponiyanın paytaxtı Tokyo. Tokyoya aiddir. Yaponiya. Ölkəmiz bu iqlim diaqramının aid olduğu iqlim qurşağında yerləşir. Bu da nə dedik? Musson, subtropikin subtropik musson. Musson tipidir bu da. Ölkəmiz bu iqlim diaqramının aid olduğu iqlim qurşağında yerləşir. Azərbaycan bəli subtropikə yerləşir. Musson yox. Yerləşir subtropikin Aralıq dənizində bəli. İqlim qurşağı deyilir, bəli, subtropikdə yerləşir. Aid olduğu məntəqədə il boyu yüksək təzyiq hakimdir. Yüksək təzyiq il boyu hakimdirsə, bu yağıntı necə yağır?
Yağıntı alçaq təzyiqli yağıdır. Aid olduğu iqlim qurşağı yalnız bir işıqlanma qurşağında yerləşir. Aid olduğu iqlim qurşağı, yəni subtropik iqlim qurşağı deyir ki, bir işıqlanma qurşağında yerləşir. Bəli, bu da doğrudur. Yalnız mülayim işıqlanma qurşağında rast gəlinir də subtropik iqlimə. Bir ildə düşən yağıntının miqdarı 700 mm-dən çoxdur. Ümumiyyətcə biz burada durub 60, 90. Baxıram ki, ən az nə qədərdir yağıntı? 60-dır, düzdürmü? Ən az yağıntı 60-dır. 60 mm. 60-ı vursam 12-yə nə qədər edir? 60-ı 12-yə vursam 720 eləyirmi? Hələ mən ən az ayın vurmuşam. O ən az ayı vurmuşam bura. Görürsüz, burada hələ 200 millə kimi yağıntı var. Deməli çoxdur da. 700 mm-dən çoxdur. Bu da düzgün fikirdir. Aid olduğu məntəqənin mütləq hündürlüyü 350, 3500 metrdən yüksəkdir. Bu səhv olar. Nə üçün səhv olar? Bax, burada temperatura fikir verilmir. Temperatur mənfiyə düşüb. Xeyr. Bu 3500 metrdən yüksəkdə yerləşirsə bu Tokyo şəhəri. Temperatur, yağışda temperatur, orta aylıq temperatur niyə mənfiyə düşməsin? Düşməli idi. Deməli, o qədər hündürdə yerləşmir də Tokyo. 5 də səhv olur. Aid olduğu iqlim qurşağının yayıldığı ərazidə inkişaf etmiş ölkə mövcud deyil. Elə Yaponiyanın özü inkişaf etmişdi də. Cavabımız olar 1, 3, 4. 19-cu suala baxırıq. Cədvələ əsasən doğru sıranı müəyyən edən qorxular verilib və xüsusiyyətlər verilib. Qaragöl qoruğu Qarabağ vulkanik ailəsində yerləşir. Orada vulkanik göllər qorunur. Daksofit bitkiləri, geniş yaylı fikir səfələ. Daksofit bitkiləri Lənkəranda, Talış dağlarında, yəni bu Naxçıvanda rast gəlinir. Yəni bir səhvdir bir sözlə. Samur Yalama Milli Parkı neft yataqları mövcuddur. Samur Yalama Xaçmazda yerləşir. Biz Xaçmazda neft ehtiyatları deməmişik. Neft Salyan rayonunda var. Salyana düşür. Amma yox. Desək ki, Samur Yalama Milli Parkının yerləşdiyi iqtisadi zorakı rayonunda neft ehtiyatları var. Hə, var. Onda Salyana görə götürə bilərik. Amma burada deyir ki, elə Samur Yalama Milli Parkında neft yataqları var. Xeyr. 2 səhvdir. Ağgöl okean səviyyəsindən aşağıda yerləşir. Bəli, Küraz ovalında yerləşdiyi üçün Küraz ovalı okean səviyyəsindən aşağıda yerləşir. Şirvan Art Endosyan relyef formaları üçün təşkil edir. Art Endosyan relyef formaları da Qobustan Abşeronda Ceyrançol azın orada. Amma Şirvanda biz o Art Endosyan relyef formaları deməmişik. Yarğan qobu, Bednet kimi neysə qeyd etməmişik. Bu da səhv olar. Korçay tektonik çökmə zonasında yerləşir. Bəli, Kür tektonik çökməsində yerləşir. Bəsit çay yerləşdiyi inzibati rayonunda qızıl yataqları mövcuddur. Zəngilanda Vejnəli yatağı, qızıl yatağı var. 3, 5, 6. 3, 5, 6 cavab B variantı olar. Növbəti suala baxırıq. Növbəti sual sonuncu sualdır. Doğru fikri müəyyən edin. Daşkəsən, Ordubad, Ağdərədə filiz mənşəli faydalı qazıntı yataqları, ehtiyatları mövcuddur. Ağdərə rayonu birlikçi, Təzəcə, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində əhatə edir. Yəni, belə deyək ki, indi rayon özü rayondur. Çünki müharibədən sonra işğaldan azad olundu Ağdərə rayonu tamamilə və öz adı yenidən bərpa olundu. Ağdərə rayonu yaradıldı. Və Ağdərədə biz bəzi filiz yataqlarının adını qeyd edə bilərik. Və Ağdərədə Azərbaycan belə deyək ki, fayda qazıntı xəritəsinə baxsaq, Ağdərədə biz polimetal yataqların, mis yataqlarının şərt işarəsini də rahatlıqla görə bilərik. Hətta deyirəm, qızıl ehtiyatında şərt işarəsi verilib Ağdərə rayonunda. Yeni Azərbaycanın fayda qazıntılarının xəritəsinə baxsaq bunu görə bilərik. Daşkəsən Ordubadda məlum məsələdir, filizlərimiz var.
Ordubadda molibden, Daşkəsəndə dəmir filizi kimi filizlər qedə bilərik. Bir doğru. Şahdağ Milli Parkının ekoloji vəziyyəti Samur Yalama Milli Parkından daha yaxşıdır. Şahdağ Milli Parkı dağlıq ərazidir. Samur Yalama Milli Parkı isə arandır. Dağlıq ərazidə ekoloji vəziyyət daha yaxşı olar. Samur Yalamada isə ekoloji vəziyyət ora nisbətən az olur. Çünki Şahdağ Milli Parkında deyək ki, adi bir ekoloji vəziyyətinə insanlar pisləşdirir. Əhalinin sıx olduğu yerdə maşınlar, zavodlar, fabriklər fəaliyyət göstərir və atmosferi belə deyək ki, ekoloji vəziyyəti pisləşdirir, onlardan çıxan qaz. Bu dağlıq ərazidə insanlar az məskunlaşır və orada da sənaye məhsulu az olduğu üçün Şahdağ Milli Parkında bəli, deyə bilərik ki, ekoloji vəziyyət Samur Yalamadan daha yaxşıdır. Bu da doğrudur. Günəşin zeyintdə olduğu bütün ərazilərdə fiziki aşınma intensiv gedir. Günəşin zeyintdə olduğu ərazilərdən birini də deyə bilərik ki, məsələn, ekvatorial həmişəyaşıl meşələr. Günəş zeyintdədirmi? Amma orada fiziki aşınma üstündürmü? Xeyr, orada fiziki aşınma üstün deyil, intensiv deyil. Orada kimyəvi və üzvü aşınmalar intensivdir. 3 də səhv oldur. Böyük Viktoriya, Böyük Qumlu səhralarında çox sayda vahələr rast gəlinir. Böyük Viktoriya, Böyük Qumlu səhralar Avstraliya materikindədir və Avstraliyada çox sayda vahələr deyə bir şey qeyd etməmişik. Düzdür, səhrada vahələr olur, amma Avstraliya materikində çox sayda rast gəlinir. Məsələn, səhrada çox sayda rast gəlinir. Vahə ümumiyyətcə yeraltı suların səthə yaxın yerləşdiyi yerlərdə yaranır. Avstraliya üçün də bu xüsusiyyəti qeyd etmək olmaz. Baltik dənizinin orta duzluluğu Dünya okeanının orta duzluğundan daha çoxdur. Baltik dənizində duzluq 11 promilli, Dünya okeanında isə duzluq ortalama 35 promillidir. Yəni təsviri çoxdur, yox, azdır desək götürərdik. Subduksiya zonasında dağıma gəlmə prosesi hal-hazırda da davam etməkdədir. Subduksiya prosesi, bəli, materik və okean tipli litosfer havasının toqquşmasında hal-hazırda da bəli davam edir. Məsələn, tutaq ki, Ant dağları misal göstərmək olar ki, subduksiya zonasındadır və Ant dağları Alp qırışıqlığında, Alp dağıma gəlmə mərhələsində yerləşir və hal-hazırda belə deyək ki, orada həmən dağıma gəlmə prosesləri davam edir. Bu da doğru olar. 1, 2, 6. B variantı doğrudur. Yarımfinal mərhələsinin sualları bura qədər. 8 və 9-cu siniflərin yarımfinal mərhələsinin testini izah etdik. Ümid edirəm çoxlarınız üçün faydalı oldu. Səhifəni də takib etməyi, abunə olmağı da unutmayaq. Dinlədiyiniz üçün təşəkkürlər.